Vətən xaini söhbəti dünəndən müzakirə olunur bütün sosial şəbəkələrdə. Mən sizə bir daha bildirim ki, vətən xainləri kimlərdir? Xalq olaraq hər kəs gözəl bilir ki, vətən xaini kimdir? Xalq bilir ki, İlham Əliyev vətən xainidir. Xalq bilir ki, Hikmət Hacıyev vətən xainidir. Xalq bilir ki, Əli Nağıyev vətən xainidir. Vilayət Eyvazov eyni ilə. Sizin kimi ünsürlərdir vətən xaini. Səbəb mən sizə göstərim. Tərtər hadisələri, Söyüdlüdə olan hadisələr, 50-60 yaşında qadının, 70 yaşında qadının üzünə sprey vuran kim olar? Vətən xainidir də bu. Xalqın düşməni kimdir? Sizlərsə xalqın düşməni. Xaçatoryanı kim azad edib? Biz azad etmişik, yoxsa siz azad etmişsiniz? Siz də vətən xaini. Xocalıda baş verən o boyda soyqırımı yaradan şəxsi siz azad etmişsiniz. Kimdir vətən xaini? Siz, yoxsa biz? Bir əvvəl bunları fikirləşin özünüzdə. Mənliyiniz varsa bilirəm, o sizdə mənlik deyilən bir şey yoxdur onsuz da. Mənliyiniz olsa bir düşünərsiniz, ondan sonra neysə müzakirə edərsiniz ki, vətən xaini kimdir? Sonra da deyirsiniz ki, ay Qabil bəy, ay Mehman bəy, niyə bizi söyürsünüz? Çünki siz söyülməyə layiq şəxslərsiniz. Şəxs də deyilsiniz, siz məxluqlarsınız. Ünsürlərsiniz siz. Hakim Elnur Nuriyev bugün Arzum adlı tiktokeri, fahişəliyi təbliğ edən tiktokeri azadlığa buraxdı. Amma Qarabağ veteranı, haqqın sözünü deyən, kişi kimi danışan Tofiq Yaqublumu həbs eləyib. Bu da onu göstərir ki, bu hakimiyyət yalnız fahişəliyi təbliğ edir. Çünki bu hakimiyyətin içindəkilərin bilinmir ki, övladı kimdəndir, atası kimdir bu uşağın. Özlərinə yad olmadığına görə belə hadisələr. Fahişəliyi təbliğ edən insanları azadlığa buraxır, kişi kimi sözün deyib, haqqın tələb edən kişiləri görəndə qıcıqlanırlar və ona görə də onları həbs eləyirlər.